Bakıda Malayziya təhsil sərgisi keçirilir. Sərgi barədə də ətraflı məlumatı indi bizə əməkdaşımız Mədinə çatdıracaq. Mədinə, salam, hər vaxtın xeyir. Buyur, Malayziya sərgisi ilə, təhsil sərgisi ilə bağlı ən son məlumatları bizə çatdır. Salam, hər vaxtın xeyir olsun Vəfa. Bəli, biz artıq bunun əvvəlki canlı bağlantımızda səhər saatlarından artıq öz işinə start verən Malayziya təhsil sərgisi ilə bağlı ümumi məlumatları diqqətinizə çatdırmışdıq və artıq Malayziya təhsil sərgisinin ikinci hissəsi də öz işini bitirdi. Ümumiyyətlə, Malayziya təhsil sərgisinin ikinci hissəsi mətbuat konfransı ilə başladı və mətbuat konfransında burada iştirak edən universitetlərin nümayəndələri çıxış etdilər və Malayziya təhsil sərgisində ümumiyyətlə Malayziyanın Azərbaycandakı səfirliyinin müvəqqəti vəkili Mardiana Muhammad Rohani çıxış etdi və o çıxışlarında ümumiyyətlə qeyd etdi ki, 2021-ci ilin dekabr ayında Malayziya universitetlərində 100 mindən çox tələbə təhsil alıb və 179 ölkəni təmsil ediblər. Ümumiyyətlə isə prioritet 2025-ci ilə qədər bu rəqəmi 250 minin üzərinə çıxartmaqdır və bu tələbələrin sayının artımında Azərbaycan tələbələrinin belə desək, sayının artımına da təsir edəcəyini diqqətə çatdırdı və qeyd etdi ki, ümumiyyətlə Azərbaycanlı tələbələrin Malayziyada təhsil almasına bir çox imkanlar belə desək təqdim edilir. Belə ki, Malayziya universitetlərində Azərbaycanlı tələbələrin qəbulu üçün ilkin olaraq 20%lik təqaüdlə təmin edilir. Daha sonra isə ümumiyyətlə tələbələrə 50%-ə dək təqaüd təmin ediləcək. Həm də qeyd etdi ki, Malayziya ilə Azərbaycan arasında belə desək, bu imkanlar Malayziya ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli əməkdaşlığın, akademik əməkdaşlığın da yüksək səviyyəsini təmin edəcək və yüksək səviyyəsinə təkan verəcək. Daha sonra onu qeyd edim ki, ümumiyyətlə Malayziya təhsil sərgisi səhər saatlarından öz işinə start vermişdi. Belə ki, ümumiyyətlə təhsil sərgisində 7 universitet iştirak edildi. Bu universitetlər arasında həm dövlət, həm də xarici universitetlər var idi. Belə desək, sərgi öz işini təkcə təhsillə məhdudiyyətləmədi, həm də burada Malayziyanın mətbəxini və kulinariyasını da nümayiş etdirən KASA tərəfindən, Kulinariya Art Center tərəfindən burada belə desək, Malayziyanın mədəniyyət və kulinariyasını təmin edən, nümayiş etdirən mətbəx təamları da iştirakçılara daddırıldı. Hazırda operatorumdan xahiş eləyərdim göstərsin. Hazırda elə kulinariya tərəfindən də burada KASA tərəfindən Malayziyanın təamları iştirakçılara nümayiş etdirilir. Ümumiyyətlə qeyd edim ki, təhsil sərgisi 3 və 4 dekabr olmaqla bugün və sabahı əhatə edəcək. Hələ ki, bizim sərgi ilə bağlı çatdıracağımız son məlumatlar bunlar idi. Söz yenidən sizdədir.